Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Biz bugün Rəsul Rızanın Çınar ömrü əsərini təhlil eləyəcəyik. Bundan əvvəlki videomuzda onun Qızılgül olmayaydı poemasını təhlil eləmişik. Həmin təhlil hal-hazırda səhifəmizə yerləşdirilibdir. Mövzuya keçid etməzdən öncə Telegram kanallarımız haqqında məlumat vermək istəyirəm. Hansı ki, bu kanallarda mövzu izahları, konspektlər, testlər və digər faydalı materiallar yerləşdirilibdir. Siz bu materialları əldə etmək üçün şərhlər hissəsinə buraxmış olduğum linklər vasitəsilə keçid edə bilərsiniz. Eyni zamanda ödənişsiz dərslərimizdən yararlanmaq istəyənlər 070 327 97 70 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Çınar ömrünün biz ixtisarlı olan versiyasını bu günləri təhlil eləyəcəyik. Belə ki, əsər lirik növdədir, sərbəst şeir şəklində yazılmışdır. Şeirdə misralar həm çarpaz, həm də ardıcıl şəkildə qafiyələnmişdir. Sərbəst şeir şəkli haqqında hələ ki geniş məlumat vermirik, çünki bunu təhlil hissəsində birazdan ətraflı şəkildə öyrənəcəyik. Əsərdə insan və təbiətin bağlılığı, vəhdəti qələmə alınmışdır. Nə payızdı, nə qış, bir çınar qurumuşdu. Nə suyunu kəsdilər onun, nə üstünə kölgə düşdü. Ağac ayaq üstə qurumuşdu. Baxın, biz bilirik ki, normalda ağaclar payız və ya qışda quruyurlar. Amma burada nə payızdı, nə qış. Yəni bu da çınarın vaxtsız, gözlənilmədən məhv olduğunu göstərir. Daha sonrasında çınarın qurumasına adi səbəblərin olmadığı vurğulanır. Yəni, deyir ki, susuz qalmayıbdır və yaxud da hər hansı bir təbii fəlakət nəticəsində o qurumuyubdur. Burada ifadə olunur ki, ağac ayaq üstə qurumuşdu. Bu ifadəni yeri gələndə insanlar üçün də işlədirlər, ayaq üstə öldü deyə. Yəni, birdən-birə öldü, birdən-birə qurudu mənasını ifadə edir. Nə yarpaqları saraldı, saplağı sınmış kimi, nə xəzəli töküldü, yuvasından uçan quş kimi. Elə bil ki, gövdəsi üşümüşdü. Çınar 500 ildən biraz, bircə yaz az yaşadı. Normalda yarpaqlar əvvəllər saralır, sonra tökülür. Amma çınarda bu təbii proses baş verməyibdir. Yəni, ölümü qəfil və qeyri-təbii olubdur. Çınarın 500 ildən biraz, bircə yaz az yaşadığı vurğulanır. Yəni 500 ildən bir yaz az yaşayıb 499 il yaşadığı vurğulanır. Yaşadığı puçurlaya-puçurlaya bugündən sabaha Çınarın ölüm günü ilk pöhrəsindən, ilk yarpağından başlamışdı. Burada əslində bir fəlsəfi məna var. Pöhrə nədir? Pöhrə belə deyək ki, ağacın yeni cücərən zoğudur və burada müəllif ifadə edir ki, demək istəyir ki, çınarın məhv olacağı taleyi elə ilk cücərdiyi, ilk yarpağını açdığı gündən yazılmışdı. Əslində bütün canlılarda da bu belədir. Biz doğulduğumuz andan ölüm günümüz başlayır. Yəni burada fəlsəfi fikir ifadə olunubdur bir baxımdan. Əsr-əsr yaşadı bu ölüm çınarın budağında, gövdəsində, kötüyündə ayrılmadı çınardan. Bir anda, bir gündə. Çınar duymasa da onu, ölüm keçdi, pöhrə-pöhrə, yarpaq-yarpaq, budaq-budaq yolunu. Gördüyünüz kimi bu misralarda artıq çınarın bir gün içində ölmədiyi, ölümün uzun müddət onunla birlikdə olduğu ifadə olunubdur. Və ölümün onun, belə deyək ki, bütün zolağından, yarpağından və budağından keçdiyi ifadə olunur. Yəni, belə deyək ki, çınarın bütün hissəsindən tədricən o ölüm keçibdir. Bir qış duyan olmadı ki, çınar artıq quruyub, yaz başı gördülər ki, budaqlar oyanmadı, yarpaqlar göyərmədi, çınar yatmışdı, nədir? Biz bilirik ki, onsuz da qış vaxtı ağaclar yarpaqsız olur. Buna görə də heç kəs çınarın artıq öldüyünü hiss eləməyibdir. Yaz gələndə bütün ağaclar canlanır, amma çınar oyanmır və yarpaq açmır. Artıq başa düşürlər ki, çınar ölübdür. Çınar yatmışdı nədir? Burada isə bədi ifadə özünü göstəribdir. Əslində elə bir təəssürat oyadır ki, güya çınar yatıbdır, amma daha sonrasında fərqinə varırıq ki, çınar yatmayıbdır, ölübdür. Günlər keçdi, nə qota sarı sırğaları sallandı çınarın, nə kölgəsi sərildi çəmənə naxış-naxış. Qota sarı sırğalar deyiləndə burada çınarın çiçəkləri nəzərdə tutulur və onlar sarı sırğalara bənzədilibdir. İfadə olunur ki, yəni artıq onlar çiçək açmadılar, çiçəkləri çınarın sallanmadı. Nə kölgəsi sərildi çəmənə naxış-naxış, yəni artıq çiçək açmadığına görə onun kölgəsi də çəmənə sərilmədiyi ifadə edilir. Arxada qalmışdı qılıncı şaxtadan qış, yazbaşı gördülər ki, çınar quruyub ölüb.
Yəni deyir ki, qış artıq keçibdi, amma çınar yenə də dirçəlməyibdi. Artıq yaz fəslidir və başa düşürlər ki, çınar həqiqətən də ölübdür. Bir gecə qara yeldən budaq-budaq tökülüb. Nə boy buxundan gileyi vardı çınarın, nə ucalıqdan. Yəni çınar öz belə deyək ki, ucalığından, boy buxundan narazı değildi. Çınar 5-10 insan ömrü, 499 il yarpaqlandı, sırğalandı, ağır-ağır yırğalandı, sakit-sakit öldü qocalıqdan. Burada müəllif çınarın nə qədər uzun ömür yaşadığını göstərir. Yarpaqlandı, sırğalandı ifadələrində isə hər yaz yenidən canlanmasını göstərir. Ağır-ağır yırğalandı dedikdə isə onun sakit, təmkinli və vüqarla yaşadığını göstərir. Sakit-sakit öldü qocalıqdan. Bu isə çınarın təbii şəkildə ömrünü başa vurduğunu bizə göstərir. Nə meydan kölgəsi qaldı, nə narın xəfif yeldən bəstələdiyi nəğmə, titrək pıçıltıları. Bir acı göynək qaldı insanların qəlbində çınardan, bir də həzin xatirə qaldı. Baxın, nə meydan kölgəsi qaldı dedikdə, burada çınar ağacının kölgəsinin böyüklüyü vurğulanır, meydan boyda olduğu vurğulanır. Artıq çınar öldüyünə görə onun kölgəsindən də əsər əlamət qalmadığı qeyd olunur. Xəfif yeldən bəstələdiyi nəğmə deyildikdə isə o sakit belə deyək, yüngül külək əsəndə çınarın yarpaqlarının çıxardığı xışıltı sanki musiqi kimi səslənirdi və o səsdən də əsər əlamətin qalmadığı yenə qeyd olunur. Bir acı göynək qaldı insanların qəlbində çınardan, bir də həzin xatirə qaldı. Burada isə çınardan yalnız insanların qəlbində dərin həsrət, yanğı və ağrılı xatirələrin qaldığı qeyd olunur. Bir neçə meydan kölgəsi vardı dedilər. Neçə ulduz yarpaqlayırdı dedilər. Baxın, burada yarpaqları ulduza bənzətməklə yarpaqların say baxımından çoxluğu vurğulanır. Neçə qoyun quzu dincələrdi altında dedilər. Canlılara sığınacaq olduğunu biz onun görürük. Neçə nəğmələr gətirərdi ona, quşlar qanadında dedilər. Yenə eyni ilə quşlara da yuva olduğu qeyd olunur və quşların belə deyək cəhcəhləri müəllif tərəfindən nəğmə adlandırılır. Çınar getdi, könüllərdə yanğısı yeri qaldı. Dodaqlarda xan çınarın bahar nəğmələri qaldı. Yəni çınar öldü və geriyə sadəcə onun xatirələri qaldı. 50 olsun, 100 olsun, neçə-neçə əsr olsun, ömrün ilk günü, son günü var. Burada müəllif demək istəyir ki, istər qısa ömür yaşa, istər uzun, hər ömrün bir başlanğıcı və sonu var. 500 ildən bir əksik yaşadı çınar. Fırtınada, qasırğada əyilmədi. Acizlik, qorxu nədir bilmədi. Yaşadı çınar kimi, budaqları çətir-çətir, kölgəsi meydan-meydan. Əslində burada, bu hissədə mərd insana bənzədilir. Həyatın çətinlikləri qarşısında sınmadığı, əyilmədiyi, qorxmadığı vurğulanır. Az da, çox da yaşasaydı, belə yaşayacaqdı. Kökü torpağa bağlı, vüqarlı çınar kimi, müdrik babalar kimi. Burada qeyd olunur ki, o az da yaşasaydı, çox da yaşasaydı, yenə də vüqarlı, ləyaqətli bir ömür sürəcəkdi. Kökü torpağa bağlı, vüqarlı çınar kimi, müdrik babalar kimi dedikdə isə artıq burada müdrik, təcrübəli, ləyaqətli insanlara bənzədilir. Getdi səssiz, haraysız, nə 7-si, nə 40-ı oldu. Təəssüfü, yanğısı gəzdi, dodaq-dodaq, ağız-ağız, çınar getdi. Burada müəllif çınarın sakit şəkildə həyatdan getdiyini bildirir. Eyni ilə xalqımızın yas mərasiminə də toxunulubdu. Nə 7-si, nə 40-ı oldu. Ondan kaş bir ildə yaşayaydı, bir arzu qaldı. Yəni, hər kəs kaş deyirdi ki, bir ildə yaşayaydı. Ondan geriyə sadəcə bu arzu qalır. Bir də deyir ki, dibində qaynayan bir bulaq su qaldı. Bir də dibindən o axan bir bulaq su qalıbdı geriyə. Bir belə çınar ömrü olsun deyirəm ömrüm. Çınar ömrü kimi bir ömür arzuluyur artıq burada müəllif. İllərin sayına görə yox, bir ömür ki, xatirələrdə yanğısı, izi qalsın. Yəni, çınar uzun ömürlü bir bitki olduğuna görə, ağac olduğuna görə burada müəllif çınar ömrü kimi ömrüm olsun dediyində say baxımından bunu demir.
Sadəcə onun kimi mənalı və şərəfli bir ömrü arzulayır burada. Yəni onu nəzərdə tutur. Neçə-neçə ömürdən çox bir ömür ki kimsəyə əziyyəti dəyməmiş olsun. Bir ömür ki heç giləyə enməmiş, heç kəsə baş əyməmiş olsun. Bir ömür ki həm yoxuşu şərəfli, həm dözümlü enişi. Bir insan ömrü, kişi ömrü, kişi. Gördüyümüz kimi deyir ki, heç kəsə baş əyməmiş, yəni ləyaqətli, şərəfli bir həyat yaşamağı arzulayır. Və gördüyünüz kimi burada kişi ömrü ifadəsi işlədilibdir. Bu ifadə qətiyyən cinsiyyət mənasında deyil. Bu ifadə mərdlik, sözünün sahibi olmaq və xarakter möhkəmliyi mənasında işlədilibdir. Əsərin təhlili bu qədər idi. İndi isə aşağıdakı təhlilə baxaq. Deyir, mətni oxuyun tapşırıqlar bu heç. Tanış olduğunuz şeir təkcə şairin yaradıcılığında deyil, ədəbiyyatımızda maraqlı, ədəbi hadisə kimi dəyərlidir. Əsərdə insan mənəviyyatı, onun həyatda mövqeyi, məqsədi ilə bağlı suallara cavab axtarılır. Şeirdə oxucunu düşündürən ciddi mətləblər, maraqlı, orijinal təsvir və ifadə vasitələrindən istifadə yolu ilə əks etdirilmişdir. Bütün bunların aydınlaşdırılması üçün əsərin üzərində müşahidələrinizi davam etdirməli, sizə təklif olunan tapşırıqların üzərində diqqətlə işləməlisiniz. Eləcə də sərbəst şeir və simvol haqqında burada deyilənləri mükəmməl mənimsəməli, çınar ömrünə tətbiq etməyə çalışmalısınız. Başda sizə demişdim ki, bu şeir şəkli ilə bağlı daha geniş formada birazdan danışacağıq. O hissə ilə buradır. Ədəbiyyatımızda heca və əruz vəzinləri ilə yanaşı, sərbəst şeirlərdən də istifadə olunur. Əgər heca vəznində hecaların sayı, kəmiyyəti, əruz vəznində hecaların uzunluğu, qısalığı, keyfiyyəti əsas götürülürsə, sərbəst şeirdə bu tələblər gözlənilmir. Belə şeirlərin başlıca xüsusiyyətləri misraların quruluşunda, qafiyə sistemində müəyyən sərbəstliyin olmasıdır. Belə ki, sərbəst şeirlərdə misraların uzunluğu, bölgülərin sayı fərqli olur. Misralardakı sözlər səpələnmiş olsa da, müəyyən daxili ahəng, baxın burada da qeyd olunubdur, poetik intonasiya gözlənilir. Məhz buna görə də yazılışından fərqli olaraq deyilişində, səslənməsində əsərin sərbəst şeir formasında olması hiss olunmur. Sərbəst şeirdə misralar həm dalbadal, həm də çarpaz şəkildə qafiyələnir. Bunu başda da vurğulamışdıq. Əksər hallarda isə qafiyələnmə bir neçə misradan sonra özünü göstərir. Baxın, burada da nümunə veribdir. Deyir, çınar getdi, könüllərdə yanğısı, yeri qaldı. Dodaqlarda xan çınarın bahar nəğmələri qaldı. 50 olsun, 100 olsun, neçə-neçə əsr olsun. Ömrün ilk günü, son günü var. 500 ildən bir əksik yaşadı çınar. Burada yeri qaldı. Gəlin bunu tapaq. Yeri qaldı buradadır. Daha sonrasında var sözləri ilə həm qafiyə olan nəğmələri qaldı. Baxın, yeri qaldı, nəğmələri qaldı. Çınar var sözləri qafiyədir və bu sözlər arasında nə var? 2 misra var. Yəni 2 misra sonra işlənmişdir. Aşağıdakı nümunədə isə həm qafiyə sözlər qışdı, qurumuşdu, dalbadal işlədilmişdir. Nə payızdı, nə qışdı, bir çınar qurumuşdu. Sərbəst şeirdə misraların bir və ya bir neçə sözdən ibarət olması, qafiyələnmənin özünü fərqli qaydada göstərməsi əsərdə müəllif niyyəti ilə bağlıdır. Bütün bunlar sənətkara əsərin məzmunu, oradakı fikirləri daha qabarıq təsirli çatdırmağa imkan verir. Bəzən sənətkar öz niyyətini üstəörtülü şəkildə əks etdirir. Yəni əsərdə diqqətə çatdırmaq istədiyi mətləbi açıq demir, işarələrlə nəzərə çarpdırır. Başqa sözlə, simvoldan fikri əyaniləşdirən, daha qabarıq ifadə edən obrazdan istifadə edir. Simvol Yunan sözüdür. Əlaqə, işarə, rəmz deməkdir. O, məcazın həm xalq yaradıcılığında, həm də yazılı ədəbiyyatında geniş istifadə olunan növlərindəndir. Məsələn, şifahi ədəbiyyatda şiir, güc-qüvvət, tülkü hiyləgərlik, qılınc igidlik, qəhrəmanlıq rəmzi kimi işlənir. Düşünürəm ki, bu hissələri artıq bilirsiniz. Məsələn, göyərçində sülhün simvolu kimi ifadə olunur. Artıq biz çınar ömrü dediyimizdə, çınar isə ucalığın, vüqarın, uzun ömürlülüyün, mərdliyin, dözümlülüyün, vətənə və köklərə bağlılığın simvolu kimi verilir. Yazılı ədəbiyyatda da ayrı-ayrı obrazlar simvollaşdırılır və fikrin eyni maraqlı ifadə forması tapılır. Mən çıxmağa təpə yox, uca dağ istəyirəm, həyatı həyat kimi yaşamaq istəyirəm.
Bu misralarda zahirən təpədən, dağdan danışılsa da, əsl mətləb başqadır. Lirik qəhrəman kiçik qələbələrlə, yəni təpəyə çıxmaqla məhdudlaşmaq istəmədiyini deyir. O böyük uğur qazanmaq, yəni dağa çıxmaq arzusundadır. Rəmzlərdən istifadə fikrin çox mənalı anlamına səbəb olur ki, bu da oxucunu düşündürür. Əsl mətləbin üzə çıxarılması isə oxucuya estetik zövq verir, emosionallığın güclənməsinə səbəb olur. Çınar ədəbiyyatımızda vüqar, məğrurluq, ucalıq ifadə edən rəmzi obraz kimi işlənir. Əsərin təhlili bu qədər idi. Ümid edirəm ki, sizə aydın olmuşdur. Videonu faydalı hesab edirsinizsə, bəyənməyi, şərh bildirməyi və kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşmək üzrə.